وَأَنَّ الْمَسَاجِدَ لِلَّهِ فَلَا تَدْعُوا مَعَ اللَّهِ أَحَدًا. بسم الله الرحمن الرحيم. إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا. من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له، ونشهد أن لا إله إلا الله وحده لا شريك له، وأشهد أن محمدا عبده ورسوله. رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقهوا قولي. اللهم علمنا بما ينفعنا وانفعنا بما علمتنا وزدنا علما. أما بعد. Selamun Aleyküm ve Rahmetullahi ve Berekatuhu. Muhterem kardeşler, Fiqhul Muyassar kitabını devam edirik. Hansı ki kaldığımız mövzulardan. Bugünkü mövzumuz mühüm olan mövzudur. Hansı ki dəstəmaz mövzusudur. Dəstəmaz almaq elə bir ibadətdir ki, onsuz namazı təsəvvür etmək mümkün deyil. Və bunun əhkamlarını düzgün şəkildə bilməliyik ki, dəstəmazı düzgün alaq və eyni zamanda da namazımıza xələl gəlməsin. İlk öncə dəstəmaz nə deməkdir? Lüğətən el-husn və nəzafə, təmizlik və gözəllik mənasına gəlir. Lüğəti mənası. Şəri mənası isə isti'malul ma'i fi a'da'il el-arba'a, 4 əzanı yumaq, təmizləmək mənasına gəlir. Onlar hansıdır? El-vəcih vəl-yədeyn vəl-rəs vəl-ricleyn. Üzü, əlləri, başı bir də ayaqları yumaq. Yəni, ümumi olaraq bu 4 əzadır. Təbii ki, sonra da onların sağ, sol və hər birisi tərtiblə gələcək. Sonra hükmuhu. Hükmü nədir mühtərəm qardaşlar? Ənəhu vacibun aləl-muhdis izə əradəs-saləh. Dəstəmazı olmayana namaz vaxtı girdikdə vacib olur. Və mə fi hukmihimə, və onun hökmündə olan, yəni namaz hökmündə olan hər bir şey üçün dəstəmaz vacibdir. Kət-tavafi və massil mushaf. Tavaf etmək məsələn. Namaz qılmaq bilirik ki, dəstəmazsız heç bir halda namaz qılmaq olmaz. İlla ki, zəruri hal ola bilər. Hansı ki, müəyyən xəstəlik və o da artıq onu da vaxtı gələndə xatırlayacaq. Ancaq ümumi olaraq namazı, sünnət namazı olsun, cənazə namazı olsun, fərz namazı olsun, namaz adlanan hər bir ibadət üçün dəstəmaz vacibdir. Bəzən soruşurlar ki, cənazə namazına dəstəmaz alaqmı? O da namaz sayılır. Bəli, şükür səcdəsidir, müəyyən səcdələr var, onlara dəstəmaz vacib deyil. Yalnız olduğumuz halda səcdə edirik, dəstəmazsız olsaq belə. Ancaq namaz məfhumu varsa, artıq orada dəstəmaz üzərimizə vacib olur. Və həmçinin möhtərəm qardaşlar, tavaf edərkən bilirik ki, ümrənin və həccin əhkamlarından və ərkanlarından olan tavaf ibadəti dəstəmazsız olmaz. Hər bir halda dəstəmazda olmalıyıq. Hətta tavafın ortasında dəstəmazımız pozularsa, dəstəmaz alıb davam edirik. Yəni, yenidən başlamağa ehtiyac yoxdur. Ancaq dəstəmaz burada vacibdir. Səfə Mərvada isə ixtilaf var. Bir çox alimlər gətirirlər ki, Səfə Mərva edərkən dəstəmaz vacib deyil. Olsa yaxşıdır, əfzəldir, ancaq dəstəmaz vacib deyil. Yəni, Səfə Mərvada dəstəmazsız davam edə bilərik sona qədər. 7 dəfə gedib gələ bilərik. Ancaq tavafda isə mütləq almalıyıq. Sonra üçüncü müəllif gətirir ki, məssul mushaf dəstəmazsız
Qurani Kərimə toxunmaq. Orada alimlərin böyük ixtilafı var. Ayət kərimədən və hədislərdən istinbat çıxarırlar, nəticə çıxarırlar ki, dəstəmazsız Qurani Kərimə toxunmaq olar ya yox. Necə ki, ayət kərimədə gəlir ki, Lə yəməssuhu illəl mutahharun. Təmiz olmayanlar toxunmasın. Orada təfsir alimləri ən əsas gətirdikləri orada, yəni mələkləri nəzərdə tuturlar. Ancaq ki, əfzəl olan odur ki, dəstəmazlı olmaq. Yəni, bir çox alimlərin üstün gördüyü rəy odur ki, Mushafa əgər toxunuruqsa, Qurani Kərimi əlimizdə götürüb oxuyuruqsa, ən əfzəl olan, düzgün, üstün rəy odur ki, dəstəmazlı olmağımız daha əfsəldir, daha düzgündür. Ancaq əzbərdən oxuyarsaq, zikr edərsək, əzbərdən Qurani Kərimi deyərsək, onda dəstəmaza gərək yoxdur, ehtiyac yoxdur. Təbii ki, müsəlman hər zaman dəstəmazda olmalıdır. Əfzəl olan odur ki, hər bir halımızda çalışmalıyıq ki, dəstəmazda olaq. İnsan bilmir, bəlkə dəstəmazda olarkən dünyasını dəyişsin. Nə xoş onun halına ki, Rəbbinin huzuruna dəstəmazlı şəkildə getsin. Və eyni zamanda alimlər gətirirlər ki, dəstəmazda olarkən şeytan insana çox vəsvəsə verə bilmir. Dəstəmaz gözəl bir ibadətdir. Onu gözəl şəkildə almaq, onu dəstəmaz alarkən kamil şəkildə almaq və möminə xas olan, müsəlmana xas olan gözəl sifətlərdəndir ki, hər zaman dəstəmazlı gəzməsi. O da bir ibadətdir. Şeytan səndən qaçır, sənin yanında olmur. Ona görə insanın, müminin gözəl halındandır ki, dəstəmazlı olsun. Sonra möhtərəm qardaşlar, ikinci fəsil müəllif gətirir ki, dəlil nədir ki, biz bu əzaları yumalıyıq. Allah Subhanahu wa Ta'ala məşhur bildiyimiz Maidə surəsinin 6-cı ayəsidir. Dəstəmazı fərz edən, vacib edən ən mühüm bu məqamda ayət-i kərimə Maidə surəsinin 6-cı ayəsidir. Rəbbimiz buyurur ki, Yə əyyuhəl-ləzīnə əmənu, ey iman gətirənlər, İzə qumtum iləs-salati fəğsilu vucuhəkum. Namaza duracağınız vaxt üzünüzü yuyun. Fəğsilu vucuhəkum, üzünüzü yuyun. Və əydiyəkum iləl-mərafiqi, əllərinizi dirsəklərə qədər yuyun. Dirsəklər, yəni bura qədər. Yuyun. Yəni dirsək də daxil olmaqla. Yəni dirsək tam şəkildə daxil olmalıdır. Bəzən görürsən, insanlar dəstəmaz alır, bura kimi yuyur və tamamlar. Yəni buranı yumurlar. Ona görə tam şəkildə dirsəklər də yuyulmalıdır. Hətta görürsən, bəzən köynək çatmır, açmırlar. Ona diqqətli olmalıyıq. Çünki dəstəmazımıza xələl gətirərik. Necə ki, ayət-i kərimə iləl-mərafiqi. Sonra buyurur ki, وَامْسَحُوا بِرُؤُسِكُمْ وَأَرْجُلَكُمْ إِلَى الْكَعْبَيْنِ وَامْسَحُوا بِرُؤُسِكُمْ başınıza məs çəkin وَأَرْجُلَكُمْ إِلَى الْكَعْبَيْنِ və ayaqlarınızı yuyun. Bilirsiniz ki, ən böyük ixtilaflardan birisi də məs çəkməklə yumaq arasındadır. Bəzi qiraətlərdə, Qurani Kərimin qiraətlərinin birində və ərculikum gəlir. Ərculikum gələrsə, onda olur məs çəkmək. Ancaq səhih olan odur ki, və ərculəkum. Alimlər gətirirlər ki, qısa bir məqama toxunum. Əgər fəğsilu nə deməkdir ərəb dilində? Yuyun. Yuyun sözü gəlirsə və ondan sonra gələnlər nasbdırsa, fəthə ilədirsə, yəni fəğsilu vucuhəkum və əydiyəkum. Diqqət etsəniz, görərsiniz ki, hamısı fəthə ilə gəlir. Yumaq gələrkən hamısı sırayla
vucuhakum və eydiyakum və ərculakum. Ayaqlarınızı da. Ancaq məs gələrkən nə olur? Biruusikum. Biruusikum. Yəni başınızı məs çəkin. Ancaq yenə qayıdır yumağa. Və ərculakum. Və ərculakuma qayıdır. O zaman artıq yumaq. Yəni bir çox insanlar şübhə gətirirlər ki, nəyə görə? Orada gəlir ki, məs çəkin və son və ərculakum iləl kə'beyn. Topuqlarınıza qədər, yəni məsdən sonra gəlir. Ancaq məsdən sonra ərəb dilində diqqət etsək və təfsirə, izaha baxsaq, görərik ki, yumaq feilindən sonra hamısı fəthə ilə, nasbla gəlir. Və ərculakum, fəğsilu vucuhakum və eydiyakum. Və sonda da yumaq ayaqlara gəldikdə də və ərcu ləkum. Ancaq məs çəkməkdə isə bir ruusikum. Tamam fərqlidir. Bu qısa bir məqam idi, mühüm bir məqamdır. Ona görə yumaq gəlir. Sonra və in kuntum cunuban fatahharu. Əgər cünub olsanız təmizlənin, qüsl alın. Və in kuntum marda أو على سفر أو جاء أحد منكم من الغائط أو لامستم النساء فلم تجدوا ماء فتيمموا صعيدا طيبا فامسحوا بوجوهكم وأيديكم إلى المرافق وأيديكم من. Bu ayet kelimedir. Möhtərəm qardaşlar, sonra ayet kelime devam edir. Ve in kuntum cunuben fatahharu. Əgər cünub olsanız təmizlənin, qüsl alın. Və in kuntum marda. Əgər xəstə olsanız, əv alə səfərin və yaxud səfərdə olsanız, əv cəə əhədun minkum minəl qaid və yaxud hansısa biriniz ayaq yolundan gələrsə, əv ləməstumun nisə. Qadınlara toxunarsanız, yəni qadınlara toxunarsanız, yəni burada yaxınlıq mənasındadır. Təfsirdə gəlir. Yaxınlıq etsəniz və fələm təcidu məən. Əgər su tapmazsanız, yəni belə məqamda səfərdə ola bilərsiniz, xəstə ola bilərsiniz və dəstəmazsız halda, hansı ki yaxınlıq etmisiniz və yaxud da ki ayaq yolundan təmizlənib gəlmisiniz, mütləq dəstəmaza ehtiyac var, vacibdir, sadəcə su yoxdur. Onda nə edirik möhtərəm qardaşlar? Fələm təcidu məən. Əgər su tapılmazsa, fətəyəmməmu sa'idən tayyibə. Təmiz bir torpaqla məs edin. Fəmsəhu bi vucuhikum və eydikum min. Əllərinizə, bilirsiniz ki məsdə, əllər bura kimi və həmçinin də üz. İki əza məs çəkilir. Yəni əllər 3 dəfə. O məs dərsi gələrkən onu tam izah edəcəyim. Yəni iki əza məs çəkilir əgər su tapılmazsa. Bəzən möhtərəm qardaşlar, bəzən suallar olur ki, mən evdən çıxdım, su yoxdur və yaxud da ki, bəzən görürsən insandır, vəsvəsəyə düşür və yaxud canına əziyyət vermək istəmir, su biraz soyuqdur, mən məs etmək istəyirəm. Bu hallar zərurət olmadıqca buna yönəlmək olmaz. Əgər bir zəruri, ciddi bir xəstəliyin varsa, Allah qorusun, bir sıxıntın varsa, üzür varsa, üzür sahibisənsə, o zaman məs çəkmək olar. Ancaq hər bir qısa bir bahanə ilə, səbəblə məsələ yönəlmək olmaz. Yəni insanlar bəzən rahatlığa qaçmaq istəyirlər. Vaxtım yoxdur, evdən çıxdım, su dəstəmaz almadım, qüsl almadım, burada da su tapa bilmirəm, yanımda yoxdur və yaxud müəyyən sıxıntılarım var. Ona görə bu şeyləri diqqət etməliyik ki, yalnız su tapılmazsa, bir də ki, insanın ciddi bir xəstəliyi olar, su dəymək olmaz və eyni zamanda o xəstəlik ki, o xəstəliyə su dəydiyi zaman ona zərər verər, belə hallarda məs çəkmək olar. Hansı ki, bir sahabənin hadisəsini sizə xatırlayım.
Allah Resulü'nün dönemində bir sahabə, bir kişi başı yarılır və çox pis vəziyyətdə olur. Və soyuq olur havada. O qüsül almaq istəyir və ona bilmədən fətva verirlər. Deyirlər ki, sən mütləq bu halda olsan belə mütləq dəstəmaz qüsül almalısan. O da qüsül alır və dünyasını dəyişir. Soyuq bir havada o yaralı halı ilə nəfsinə əziyyət verir insanların səhv bir fətvası ilə. Allah Resulü gəlir və qəzəblənir. Çox qəzəblənir. Qardaşınızı deyir, öldürdünüz. Ona görə heç zaman bilmədiyimiz şeylər haqqında danışmamalıyıq. Səhv fətva verməməliyik. Səhv suallara cavab verməməliyik. Bilmirsən, çəkil. Ən gözəli odur. Bilmədiyin şey haqqında sorulmayacaqsan qiyamət günü. Ancaq nə isə qardaşına səhv öyrədərsən, onun məsuliyyətini sən daşıyırsan. Onun əzabını, onun sıxıntısını, onun cavabını qiyamət günü verəcəksən. Ona görə diqqətli olmalıyıq. Bilmirəm demək eyib deyil. Hətta buyurulur ki, Lə ədri nisful ilm. Bilmirəm demək elmin yarısıdır. İmam Malik kimi böyük sahabə 21 sualdan 17'sine cavab vermir. Verə bilmir. Deyir ki, soruş, deyir ki, biz uzaq bir səfərdən gəlmişik, deyir. İnsanlar deyir ki, biz uzaq bir səfərdən gəlmişik. Və İmam Malikdən daha çox bilən yoxdur Mədinədə. Deyir, gedin deyin ki, İmam Malik bilmədi. Heç tərəddüd eləmir. Özünün mənziləsinin düşməsindən qorxmur. Ən əsası ondan qorxur ki, bilmədiyim şeyin üzərinə yükləməyim. Bilmədiyimin üzərimə yükləməyim. Çünki o məsuliyyət mənə qiyamət günü əzab verəcək, sıxıntı verəcək. Ancaq bilmirəm demək nisful ilm, gözəllikdir. Bəli, bildiyini öyrətmək olar. Dəlillə, sübutla, əsasla bilirsənsə öyrət. Ancaq bilmədiyin şey haqqında özündən heç nə danışma. Çəkilməyin ən gözəldir. Hətta sələflərdən, sahabələrdən gəlib ki, onlara bir sual gəldikdə hamısı çəkilərdilər. Yönləndirərdilər növbəti insanlara. Növbəti sahabələr hətta fırlanıb yenə özlərinə gəlib çatar. O qədər məsuliyyəti dərk edərdilər. Ancaq bizdən birimiz sual verilərkən elə çalışırıq ki, cavab verək. Ancaq insan ona nə qədər böyük bir məsuliyyətin altına girdiyini düşünsə, heç zaman bu addımı atmaz. Bu məqamada möhtərəm qardaşlar diqqət eləməliyik. Sonra ayət kərimə davam edir. Mə yuridullahu liyəcəl aleykum min harac. Allah subhanahu wa ta'ala sizlərə çətinlik istəmir. Və lakin yuridu liyutahhirakum və liyutimmə ni'mətəhu aleykum. Sizin təmizlənməyinizi istəyir. Təmiz olmağınızı istəyir. Və neymətini tamamlamaq istəyir. Və liyutimmə ni'mətəhu aleykum ləalləkum təşkurun. Ola bilsin ki, şükür edəsiniz. Bu ayət kərimə Maidə surəsinin 6-cı ayəsi dəstəmaz ayəsi sayılır. Dəstəmazın fərz olması və necə alınması üçün düsturdur bu ayət kərimə. Sonra Allah Resulü sallallahu aleyhi və səlləm buyurur ki, Lə yəqbəlullahu salətən bi qayri tuhurin. Allah subhanahu və teala o namazı qəbul etmir bi qayri tuhurin, təmizlik olmadan, dəstəmaz olmadan o ibadəti, o əməli, o namazı qəbul etmir. Düşünün, dəstəmaz bu qədər önəmlidir, mühümdür. O əməl, ibadət qəbul olunmur. Əgər sənin dəstəmazın doğru, düzgün olmazsa. Və lə sadaqatin min qulul. Eyni hədisdə gəlir ki, həmçinin qululdən olan sədəqə də qəbul olunmur. Qulul nədir? Oğurluq. İnsan oğurluq edib sədəqə verir.
o da ondan qəbul olunmur. Belə sədəqə olmur. Sədəqə öz malından olur. Başqa bir ayət kəlmə, başqa bir hədisdə Allah Resulü sallallahu aleyhi və səlləm buyurur ki, "La yaqbalullahu salatan men ahdatha hatta yatavadda." Hədis Müslimdə gəlir. Kim dəstəmaz almadan namaza durarsa, onun namazı qəbul olunmaz. Yəni bir dəstəmazı pozularsa və almazsa, onun namazı qəbul olunmaz. Və deyir, "Və lem yanqul an ahadin minel muslimin fi zalika xilafa." Və heç bir müsəlmanlardan bu məsələdə xilaf gəlməyib. Bilirik ki, fiqhi məsələlərdə, demək olar hər bir məsələdə ixtilaf var. Ancaq bu məsələdə xilaf yoxdur. Dəstəmazsız namaz yoxdur. Və deyir ki, "Fəzəbətə zəlikə" sübut olunub dəstəmazın vacibliyi kitabla, sünnə ilə və həmçində icma ilə. Dəlillə, sünnə və həmçinin Quran-ı Kərimlə və icma ilə, müsəlmanların, alimlərin icması ilə. Və sonra və əmmə alə mən yecib. Dəstəmaz kimlərə vacibdir, möhtərəm qardaşlar? Kimlər dəstəmaz almalıdır? Bu da gözəl bir sualdır. Və yecibu aləl muslim. Birinci müsəlman olmalısan. Kəlmə-i şəhadət gətirib İslama girməyənin dəstəmazının heç bir əhəmiyyəti yoxdur. Əl-bəliğ. Bəliğ nədir? Həddi buluğa çatan. İkinci nədir dəstəmaz almaq üçün vacib olan? Birinci müsəlman olmalısan, sonra bəliğ olmalısan. Yəni, hansı ki həddi buluğa çatmalısan. O kişilərdə 9, daha doğrusu 10, 15 arası dəyişir. Bəzi alimlər 12, 15 arası, 16 arası deyirlər kişilərə. Qadınlar isə, qız uşaqları isə 9 və 15 arası dəyişir. Yəni həddi buluq çatma. Həddi buluğa çatarsa hər bir övlad, hər bir uşaq artıq onun üzərinə hər bir ibadət fərz olur, mükəlləf olur və hər tərk etdiyi namaza, ibadətə görə qiyamət günü onun üçün yazılır və cavab verəcək. Ancaq həddi buluğa çatmayana qədər onlar məsuliyyət daşımırlar. Yalnız onların üzərinə, daha doğrusu valideynlərin üzərinə düşür ki, onlar həddi buluğa çatdığına qədər onlara öyrətmək. Bu da mühüm bir məqamdır, möhtərəm qardaşlar. Allah Resulü sallallahu aleyhi və səlləm buyurur ki, "Əllimu əvlədəkum və hum əbnəu sittin və səbəin." Övladlarınıza namazı öyrədin, onlar 6-7 yaşlarında olanda. Görün, Allah Resulü'nün gözəl bir tövsiyyətidir bizlərə. O elə belə tövsiyə etmir. Bilir ki, bu məqamda, bu yaşda onlara artıq öyrətmək lazım. Əgər öyrətməyə başlamamışıqsa namazı 6-7 yaşlarında, vallahi sonra gec olacaq. Onlar artıq sıfırdır. Saf, ağ kağız kimidirlər. 6 yaşında Allah Resulü bir şey deyirsə, mütləq orada bir hikmət var. O yaşlarında artıq onlara öyrədin. وَضْرِبُوهُمْ 10 yaşlarında artıq onlara xəfif, onları cəzalandırın, vurun. Yəni vurun deyərkən bizdə, dinimizdə şiddət yoxdur. Yüngül, hətta bəzi alimlər şərhdə gətirirlər ki, misvakla, uzun bir misvakla xəfif cəzalandırmaq ki, onlar namazın, ibadətin ciddiliyini hiss etsinlər, dərk etsinlər. Və o tərbiyə onlarda da ölənə qədər qalacaq, möhtərəm qardaşlar. Əgər onlara biz öyrətməmişiksə namazı, vallahi qiyamət günü onlar bizim yaxamızdan yapışacaq. Hər birimizin yaxasından yapışacaq, deyəcək ki, ey mənim valideynlərim, ey mənim üzərimdə məsuliyyəti olan, ey valideyn, nə üçün məni öyrətmədin? Rəbbin Quran-ı Kərimdə buyurmuşdu, özün namaz qıldın, ibadət elədin, ancaq bizdə heç nə öyrətmədin. Vallahi böyük bir müsibətdir. Əgər övladına namazı öyrətməmisənsə, o hələ namaza başlamayıbsa, deməli, günahkar sənsən. Və mənəm və bizik. Çünki Rəbbimiz Quran-ı Kərimdə buyurur ki, Yə əyyuhəl-ləzīnə əmənu, ey iman gətirənlər, qu ənfusəkum və əhlikum nəra və
وَقُودُهَا النَّاسُ وَالْحِجَارَ Ey iman gətirənlər, öz nəfsinizi və əhlinizi yanacağı insanlar və daşlar olan oddan qoruyun. Düşünün, Rəbbimiz tək demədi nəfsinizi qoruyun. Demədi qonşularınızı qoruyun və yaxud kimlərisə qoruyun. Nəfsinizi və əhlikum, ailənizi, övladlarınızı. Onlar bizim məsuliyyətimizdədir, möhtərəm qardaşlar. Onlara ta 6 yaşından namazı, ibadəti öyrətməliyik. Yeməyi, içməyə diqqət etdiyimiz kimi onlar yemək yedilərmi, nəsə içdilərmi, səhhətləri necədir, sağlamdırmı, ona baxırıq gecə gündüz. Həkimə də aparırıq, yoxladırıq. Ancaq namaz qılmır, qılar da, nə olub ki, hələ balacadır. Nə yaşı var ki hələ? 6-7 yaşı var, 10 yaşı var. Hələ böyüyəndə qılar. Vallahi bu, Allahın dininə qarşı bir xəyanətdir. Dünya işlərində övladına ən yaxşı şeyləri verirsən. Ən yaxşı şeyləri ona rəva bilirsən. Ancaq gəldi ki, dərsləri oxudursan, müəllimlər tutursan, hər şey eləyirsən. Ancaq namaz qılırmı? Deyir, yox, hələ qılmır, balacadır, qılar. Nə vaxt qılacaq, qardaş, nə vaxt qılacaq? Vallahi, əgər balaca vaxt öyrətməzsən, o heç vaxt qılmayacaq. Allahın rəhm elədiklərindən başqa. Olur bəzən, böyüyəndə istisna hallar olur, o qılır. Özü kim, hardansa hidayətə gəlir, qılır. Ancaq, nə qədər ki, sənin, mənim himayəmdədir, biz onlara gecə gündüz, bizim başqa bir dərdimiz olmamalıdır. Ən böyük dərdimiz o olmalıdır ki, onlar namaza başlasın. Onlar ibadətə başlasın. Onlar namaz qılsın. Onlar İslamın ən böyük sütunu olan namazı yerinə gətirsin. Əgər sənin evində namaz qılmayan övlad varsa və sən də xoşbəxtsənsə, deməli sənin imanında naqisliyi var. Övladı namaz qılmayan ata, anan xoşbəxt ola bilməz. Vallahi ola bilməz. Və billahi ola bilməz. Ona görə övladlar bizə əmanətdir. Oradan görə burada da gətirir ki, buluğ yaşı var. Buluğ yaşı 9 yaşından başlayır qızlarda, 10-11 yaşında oğlanlarda artıq başlayır. Yəni o yaşına çatana qədər, nəyə görə Allah Rəsulü 10 yaşında artıq deyir, xəfif onlara cəzalandırın? Çünki artıq buluğ yaşının qapısındadırlar. Buluğ yaşına çatırlar artıq. O qapını açmamışdan öncə necə açacaq, nə etməlidir onu bilməlidir. O buluğ yaşına çatandan sonra artıq yazılır hər şey. Sən ona öyrətməzsən, o buluğ yaşına çatdığı vaxt nə edəcəyini bilməyəcək o. Nə etmək lazım olduğunu bilməyəcək. Və bilsə də gec olacaq. Ona görə çatmamış Allah Rəsulü hər şeyi gözəl öyrədib bizə. Dinimiz gözəl öyrədib. Çatmamış öyrədin. Hər tərəfli öyrədin. Onlar artıq çatdığı zaman bilsinlər ki, artıq o düzgün yolun üzərindədirlər. Bu dünyada bir müsəlman üçün namazdan daha izzətli heç nə yoxdur. Və bilməlidir ki, və övladlarını öyrətməlidir ki, namaz qırmızı xəttdir, onu keçmək olmaz. Onu keçmək olmaz. Hər şeyi sənin üçün keçərəm, namaz olmaz. Namaz bizim əmrimiz deyil, o Rəbbimizin əmridir. O bizə aid məsələ deyil. Bizim edəcəyimiz, bizim təhlil edəcəyimiz bir məsələ deyil. Onu Rəbbimiz buyurub, o əmr edib bizlərə. Onu əmr edib. Hətta namaz bilirsiniz ki, ixtilaf var namazı tərk edən məsələsində. Təbii bir çox alimlər deyir ki, tənbəllikdən tərk edərsə, inşallah ki, müsəlmandır. Ancaq yenə ixtilaf var. Böyük alimlərdən deyənlər var ki, namazı tərk edən müsəlman deyil heç. Belə də rəy var. Bu da səhih rəydir. Ancaq təbii ki, bizim götürdüyümüz üstün rəy odur ki, namazı tənbəllikdən, inkar eləyən yox. İnkarda ixtilaf yoxdur. Tənbəllikdən tərk eləyərsə, qılacam deyərsə, səhlənkarlıq edərsə, inşallah müsəlmandır. Ancaq yenə də ixtilaf üzərində qalır. Allah qorusun. Ona görə namaz ciddi bir məsələdir, möhtərəm qardaşlar. Namaz məsələsində
oyun oynamaq olmaz, səhlənkarlıq etmək olmaz. Övladlarımız buluq çağına çatmadan onlara ibadətləri, xüsusən namazı öyrətməliyik. Və sonda namazın kimlərə vacib olduğu ilə tamamlayaq. Çünki namaza da, işaya da az qalıb. Möhtərəm qardaşlar, namaz kimə vacibdir? Birincisi müsəlmana, sonra buluq yaşına çatana, hansı ki həddi buluq yaşına çatana, bir də aqil. Aqil, yəni ağlı başında olana. Dinimiz gözəldir, hər şeyi ədalətlə yanaşır. Ağlı olmayana namaz vacib deyil. Hətta başqa bir hədisdə gəlir ki, 3 nəfərin üzərindən qələm götürülüb. Kimlərdir onlar? Anis-sabiyyi hətta yəhtəlim, uşaq, hətta buluq çağına çatana qədər, və anin-naimi hətta yesteyqid, yuxuda olan, yuxudan ayılana qədər, insan da yatıb, namazı ötürüb. Bu onun məsuliyyətini daşımır. Ancaq onun üzərinə düşən nədir, möhtərəm qardaşlar? Mütləq səbəbini götürməlidir. Yəni namaza, deyək ki, səbəb tutmadan, onu saatını qurmadan, heç bir səbəb tutmadan deyərsə ki, mən qalxacam, o boş bir iddiadır və onun böyük günahını üzərinə götürmüş olur. Mütləq səbəbdən tutmalısan və kimlərəsə də tapşırmalı səni oyatsın və beləliklə bütün səbəblərdən tutdun və dura bilmədin, bəli, onda artıq hədisdə gəlir ki, وَعَنِ-النَّائِمِ حَتَّى يَسْتَيْغِرْ yuxuda olan insan oyanına qədər heç bir məsuliyyət daşımır. Ancaq qalxdısa, həmən namazını qılmalıdır. Deməməli ki, biraz da yatdım, sonra qılaram, yox. Ayıldın, həmən qılmalısın. Artıq sən yuxudan ayıldın, o ötürdüyün namaz boynundadır. Onu həmən qılmalısan. Gözləməməlisən ki, biraz da yatım, artıq keçib vaxtı. Yox. Bəlkə fürsət olmadı heç. Bəlkə dünyanı dəyişdin, ikinci yatdığın zaman ayılmadın heç. Ona görə həmən qalxdın, bilməlisən ki, sənin üzərində bir böyük bir məsuliyyət var, namaz var. Onu qılmalısan. Üçüncüsü də وَعَنِ الْمَجْنُونِ حَتَّى يُفِيقْ Üçüncüsü də odur ki, məcnun, dəli insandır ki, ağlı yoxdur. Və o insan, əgər ağlı qaydarsa yerinə, bəzən olur, qısa müddətli hallar olur. Narkoz altında olur, ağıl yerində olmur. Bəzən olur, insandır müəyyən bir xəstəliklə, epilepsiya, müəyyən xəstəliklər var, ağıl gedir, özündə olmur. Bir də Allah qorusun, daimi ağlı olmayan insanlar olur, onların da üzərindən qələm götürülüb. Onlar bilmirlər nə etdiklərini. Yəni, bunlar isə, bu üç sinif insan heç bir məsuliyyət daşımır, hətta ki, öz hallarına, qaydana qədər. Namaz vacib olan üç sinif insan var, möhtərəm qardaşlar, onları xatırladıq. وَمَا فِي حُكْمِهِ وَمَا مَتَى يَجِبْ Nə vaxt namaz vacib olur, o da onun tamamlanmasıdır. فَإِذَا دَخَلَ وَقْتُ الصَّلَاةِ أَوْ أَرَادَ الْإِنسَانِ الْفَعْلِ الَّذِي اِشْتَغْ لَهُ الْوُضُوءُ وَإِلَّمْ يَكُنْ ذَلِكَ مُتَعَلِّقًا بِوَقْتِ كَالطَّوَافِ وَمَسِّ الْمُصْحَفِ Yəni artıq namazın vaxtı girdi, namaz artıq insana vacib olur. Və dəstəmaz almaq da onunla bərabər vacib olur. Və beləliklə bu gözəl fəsli burada tamamlayırıq. İnşallah gələn dərsimizdə Allah müvəffəq etsə, nəsib etsə davam edəcəyik. Allah hər birimizi eşitib faydalanlardan etsin. Allah subhanahu wa ta'ala hər birimizi doğru dini üzərində sabit etsin. Sallallahu aleyhi ve sellem ala nebiyyina Muhammed.